O da baba bu nədir? Bax ha, eşq olsun. Bax görürsüz sıraz yazdı. Biraz yaxşı xətdən yazdı gözümün işığı. Bax sıraz yazdılar. Qabildən irəli. Gördünüz mü yazdılar? Qabildən irəli. Gördünüz mü yazdılar? Qabildən irəli. Baba. Qabildən irəli. Maşallah, bax, maşallah, göndər, bax, çəkib atıbdı, bax, halal olsun. Ay qardaşlar, dedim ki, manat əskinazlarının üstünə Qabildən irəli yaz. Sabah ölkədə İlham Əliyev gedəcək. Prezident mən olmasam da, mən deməyən adam ola bilməz. Mən oradan gətirdimsə, Qabil ya ən böyük güc olacaq, ya da Qabil ana müxalifətin başında olacaq. Bütün hallarda Qabil çox güclü olacaq. Və sabah ya mən olum, ya mənim dəstəyimlə ora gələn bizim dəstəyimizlə bir prezident gəlsin ora. Biz əlbəttə deyəcəyik ki, bizi biz eləyənlər var. Onlara verdiyimiz sözləri tutmalıyıq. Mən gələcəksən, bütün bu Yerazlar, vəzifədə olanlar deyirəm ha, Yerazlar, Naxçıvanlar, Kürdlər, Ermənilər, hamısı qaçacaqlar. Ya türmədə olacaqlar, ya da qaçacaqlar. Hansı vəzifədə xalqımıza divan tutanlar deyirəm ha. O vəzifələrə şərəfli insanlar gəlməlidir. Bildiyiniz kimi hər regionda yüzlərlə obyekt var. Rayon və şəhərlərin hər birində minlərlə obyekt var, minlərlə. O hamısı məmurların obyektləridir. O obyektlər hamısı üçün tender elan ediləcək. O obyektlərə şərəfli insanlar sahib olmalıdır və qazanıb vergini ödəyərək o obyektlər, bələdiyyənin tabeçiliyində olan o obyektlər, devlətin tabeçiliyində olan o obyektlər icarəyə veriləcək. Sabah gələcəksən ki, ay Qabil, mən sən dəstəkləmişəm, qadan alman, nə verə bilərsən, nə eləyə bilərsən? Hərbiçi yoldaşımsan, nə bilim, olmusan, qonşum olmusan, qohumum olmusan, nə bilim, avtobusda gedəndə bir skameykada oturmuşur, nədir, bir masada oturduq, nə bilim, poyezdə gedəndə və yaxud haradasa əskərim olmusan, fərq eləmir. Mən bir sual verəcəm, nə eləmirsən? Əlindən nə gəlir? Subut elə. Birinci sual olacaq. Nə eləmirsən? Maddi dəstək, meydan dəstəyi, media dəstəyi, bir də dördüncü də çıxdı ha ortaya. Dördüncü, əskinazların üstünə Qabildən irəli yazmaq. 4 prosesdən hansını eləmirsən? Deyəcəksən, mən qurbana pul göndərmişəm. Naborot anan ağılı taşım orada. Naborot anam, mən elə adamlar, mən deyəm ancaq cəbhəçilər, o jurnalistlər, onların ailələri, bir də burada mən adını müsbət çəkdiyim blogerlər var ha, müsbət çəkdiyim blogerlər, manafdan belə. Onlara deyirəm kömək elə. İki mən qarışıq. Yəni, bunları demişəm. Mən durub, kimsə geçsin, mən burada cır-cındır müxalifətçilik eləyənlər var, onlara dəstək olsun, ondan sonra məndən canını qutaramayacaq heç o adamlar. Bax, deyirəm sizə. 4 dənə əməli yerinə yetirənlər, 4 əməli yerinə yetirənlər xüsusi devlət qayğısı görəcəklər. Elə adam ola bilər, bu 4'ünü də eləyə bilər. Bacardığı qədər maddi dəstək də verə bilər. Zaten mediadadır, mediada dəstək verir, qorxmur. Meydan deyəcəksən, meydana çıxacaq. Manat da, pul da deyirsən ala, yazdı. Apar, 20 dənə birdən bastın, ötürdün, işıq pulunu ödədin, qaz pulunu ödədin, nə bilim, nə ödədin, getdi. Devriliyə soxdun, onu soxdun. Bir dənə onu çəkib cibində saxla. Qadın alım, subut elə mən ürəyimin yağını yedizdirim da sağ. Başına dönüm. Subut elə, sənin üçün nə deysən eləyim də. Bu boyda məmur maşınlar var. Elə bir məmur varmı ki, icra başçısı, onun adicə ən balaca icra başçısı, mavini, polis rəisi, rəis mavini. Özünü demirəm ha. Hələ oğlunun da maşın kolleksiyası olmasın. Elə bir adam var mı?
Başınıza dönün. O çoksa aksiyona koyulsa da satışa koyulacak. Ancaq açıq artırmayla satışa koyulacak böyük bir hissəsi. Ancaq bir neçə min insanı radikal, bizi seven insanı dəstəkləməliyik ya yox? Qadan alım 30 il 50 kərini dəstəklədinizdə başınıza dönün. Biraz da mənim dəstəkliyində görürsünüz ki, sağ olsun. Xarici dəstəyimiz var, xalqın dəstəyi var. İndi nə qaldı? Dar momentə düşəndə hamı belə oyanır, belə deyir, qabil yaxşı da. Ona görə də, amma onlar çox vaxt işinlə əlaqədar izləyənmir, dəstək verənmir. Amma bizim radikallarımız var. Artıq onlar bu sistemin yolcusudur bu sistemin. Nə olar ki, başınıza dönüm, hərəkət edin. Deməli, sırası addım ölçüyə qoyan kimi partiyamızı düzəldirik. Dərhal, cəbhəçilər, dostlar da var, kömək eləyəcəklər. Dərhal, xaricdən vəkillər də gətirəcəm özümlə. Dərhal partiyanı düzəldirik, təcili. Nə qədər qabil sevən var, elə bilin ki, mənim partiyamın üzvüsünüz. Nə qədər qabil sevən var, elə bilin mənim partiyamın üzvüsünüz. Bax, istəyir dəli olsun, istəyir petuq olsun, istəyir fahişə olsun, istəyir alçaq olsun, istəyir... Mən bütün xalqa sahib çıxmağa gəlirəm. Bu petuqdur, bunu belliyin, o nə bilim, dəlidir, bu belli. Mən elə şey yoxdur məndə. Bir dənə mənim münasibətim olmayacaq kimlərlə? Nətər deyim, qəddar, xalqa divan tutan məmurlar və götə girənlər. Mənim 2 dənə düşmənim var. Xalqa divan tutan məmurlar, xalqı zorlayan məmurlar, bir də götə girənlər. Götə girənlər, vəssalam. Qutardı, getdi. Bunlardan başqa hamısı mənim xalqımın nümayəndələridir. Hamısı mənim başımın tacıdır. Hamısına yer verəcəyəm. Sadəcə qəhbəlikdən uzaq olacaq. Hamısı fabriklərdə, zavodlarda yüksək də maaş veriləcək. Sığortasının azadıyla işləyəcək. Hamısı. Bütün məscidlərdə bir dənə molla götü qayraram orada, bir şey eləyərəm. Bir dənə orada molla olmamalıdır. Qabil Azərbaycana gəldisə, bir dənə məscidlərdə olacaq cümə günü. Məscidin axunda olacaq, sağını solunu yığıb oradan nə eləyəcək özü bilər. Hamı işləməyə. İş sahibi özü bilər. O dindarı iş vaxtı buraxacaq mı, buraxmayacaq mı? Onu kontrakta imza atıp ki, yer alıp ki, bu 3 gündə 3 dəfə veya 5 dəfə namaz qılacaq. O müdür özü bilər, mənə nə dəxli var? Mən sadəcə mollalara da pul verən deyiləm, İlham Əliyev maaşlat verir. Mən molla götü şey eləyərəm, bilirsiniz də, orada çox pis danışdırmayın məni. Vəssalam. Molla nədir? Hamı işləməyə, bir nəfər boş qalmamalıdır. Əlin buradan yox deyib, buradan əlin yoxdur. 2 dənə ayağın yoxdur, nasılqadasan belə. Sən də işləyəcəksən. Bütün o devlet müəssisələrində səni kursa göndərəcəm, o işi bacaracaqsan, devlet kurs da səni oxudacaq. Almanya'daki kimi sən gelib ayaqların yoxdur, orada işləyəcəksən. Bir əlin yoxdur, gedib bir əlinlə kompüterlə ayna siləcəksən. Və burada yaxşı iş nədir? Birinci, sən öz istədiyin işi seçəcəksən. Öz istədiyin işi seçəcəksən. Bu bir. İkincisi, səndən bir qəpik də vergi alınmayacaq. Nə aldın? Ana südü kimi halalındır. Qoy cibinə. İndi gedirsiniz, oturan yerlər var, banklarda, devlet müəssisələrində. Hər yerdə kim oturubdur? Mamili matan qızlar, əmcəklər oturub. Əmcəklər, quşlar. Hamısı rədd eləyəcəyəm oradan. Belə knəzik, kalız tıklı oğlanlar oturub. Bankda, devlet müəssisələrində, nazirliklərdə. Hamısı qızları götürür qayırmaq üçün, eləmi? Sizi. Oğlanlı qızlarınızı rədd eləyəcəm. Orada ancaq əlillər yer alacaq. Almanya'da gedirsən sosyala, job centre. Almanya'da gedirsən Liboy devlet idarəsində hamı nasılkadadır. Hamı əlildir. Bütün hamısı əlillər orada oturubdur. Bizdə də gəlirsən, elə yerlərə görürsən ki, zaten Tovuz rayonu boyda rayonda 5-6 dənə sosial işçisi var. 5-6 nəfərdir sosial işçi, 2 otağı var.
İkinci, üçüncü otağı var. 5-6 nəfər də işçisi, onun da biri süpürgəçidir. Qayırmaq üçün. Vəssalam. Mən isə prezident olanda təkcə Tovuzda iş mərkəzinin və sosialın işçilərinin sayı heç olmasa ən aşağısı 3000-5000 olacaq. 3000-5000 olacaq. Ne danışıyorsunuz? Değerli vətən, bütün o qamaxozsa da hamısı oradan idarə olunacaq. Bəli. Değerli vətənlərim, değerli soydaşlar. Ona göre bizdə nə edirlər? İcra başçısı götürür 300 nəfər küçə süpürən rayonda. O da bir növ sosiala bağlı olmalıdır, bilmirəm nəyə bağlıdır. Bir naziri idarə kimi də yaradıblar. 300 nəfərin də 50'si işə çıxır, qalanının kartını qoyurlar ciblərinə. İcra başçısından bölürlər. Belə uğraşdırıyorlar. Ona görə deyirəm, millət, bir nəfər işsiz qalmayacaq, hamınızı işdən təmin eləyəcək, evdə sizi rahat qoymayacaq. Necə Alman devləti Avropada qoymurlar evdə rahat durmağa, evdə devlət səni rahat qoymayacaq. Çünki evdə rahat qalacaqsan, devlətdən 2000-2500 manat pul alacaqsan sən. Devlətdən 2000 civarında pul alacaqsan sən, sosial pulu 2 uşağın və özün. Üstəlik əlavə də uşaq pulu 500-500, 400 manat, 500 manat. Olmur axı belə qadına. Sən gedib işləməlisən. Hətta çox yaxşı yerdə işləməlisən. Bacardıqca gözəl yerdə işləməlisən. Uşaq pulu yox, istəyir varlı ol, istəyir kasıb. Uşaq pulu veriləcək 18 yaşına kimi. Əgər o 18 yaşına kimi məktəbi bitirmədisə, məktəbi davam elətdirirsə institutda sosial pulu da veriləcək, hələ işsizlik pulu da veriləcək. Qoy dolandırsın. Devlət çox şey qarşılayacaq. Bax, burada gedirsən, ali məktəbə. Ali məktəbə gedirsən, oxumağa. Oxumaq istəyirsən, ali məktəb. Gəlirsən, məsələn, mən oxumaq istəyirəm hüquq fakültəsini, oxumaq. Pulsuz da institut var, pullu da institut var. Birdən deyirsən, pulluya düşərəm də, balı məsələ aşağı olar. Pulluya düşdü. Ne edəcək? Aylığı 1000 eurodur. Aylığı 1000 eurodur. Devlət deyir ki, nə qədər verə bilərsən? Deyirsən ki, ayda mən 300 euro verə bilərəm. 300 euro. Canı sağ olsun. Devlət deyir, 300 euro sən ver hər ay, 700 də mənlikdir. 700 də devlət verir. Və salam, gedirsən, oxuyursan əməlli başlı, gəlirsən və o işləyən zaman həmən o devlətin verdiyini əlavə olaraq maaşından çıxırlar. Gör, nə gözəl devlətdir bu.